LG markalı paltaryan müştərinin şikayəti odur ki, yandırır, start basır, qapını bağlayır. Startdan sonra bu aşıbqa çıxır. Yəni ki, paltaryan işə düşə bilmir. Bu LG işlədən bir çox insanların problemidir. D aşıbqa yazmaq nədir problem? Bu qapını 5 dəfə vurandan sonra işə düşür. Belə çırpırsız işə düşür. Bunu belə çırpa işlətməyə gərək yoxdur. Əgər belə bir probleminiz varsa, yandırırsınız, neçə dəfə çırpırsınız, işə düşmür və D yazırsa, İçində detalı var burada bax bu. O dəyişilməlidir. Ondan sonra problem aradan çıxır. Əgər siz bunu vaxtında dəyişməsəz nə olacaq? Gələn səfər bu elə bir içində birləşmə var. 3 dənə şnur var, 4 dənə. Bunlar baş-başa dəyir. Baş-başa dəyəndə vurur platanı yandırır. Ondan sonra sizin xərciniz divaynoy artacaq. Ona görə öncədən bunu təmir etmək lazımdır. 10 dəfə çırpanda yox, axırda dayananda yox. Bir dəfə, 2 dəfə vurursan, görürsən işləmir, onda düzəltdirmək lazımdır. Kimin paltaryanla bağlı nə sualı var, nömrə səhifədə var. Buyurub zəng edə bilərsiniz. Hər bir paltaryanın hər bir hissəsi var, düzəlməyən paltaryan yoxdur. Əsas məsələ odur ki, vaxtında düzəltdirin ki, sizin xərciniz artmasın.